Bugün sizlərə sosial media postu düzəldəcəyik, amma bu sosial media postu öyrətici şəkildə olacaq. Ona görə videonun sonuna qədər izləyin. Bu arada Telegram qrupumuza qatılaraq oradakı fayllardan siz də istifadə edərək mənlə bir yerdə postu düzəldə bilərsiniz. 1080, 1350, resolution-u 100 eləyirik. Daha sonra isə gəlirik view, guides və new guide layout. Bu kolumuzu bağlayırıq, margin eləyirik və bunu 90 90 90 90 qoyuruq. İndi OK deyirik və başlayırıq. Deməli sizə Telegramda vermişəm faylları. Siz mənlə bir yerdə eləyə bilərsiniz. Gəlirik buradan sağ klik edirik və buradan Object Selection tool'u seçirik. Yəni obyekti seçən tool və burada Select Subject edirik və burada backgroundumuz qara olduğu üçün iPhone-u avtomatik burada ortaya çıxardır. Və bir dəfə Ctrl J eləyirəm və aşağıdakini də buradan delete eləyib silib gedirəm. Tamam. Məhsulumuzu gözəl şəkildə kəsdik uşaqlar. İndi Ctrl C eləyirik və gəlib Ctrl V bura eləyib belə deyək də əsas səhifəmizə, əsas vərəqimizə yerləşdiririk. Deməli uşaqlar, sizlərə belə bir rəng vermişəm. Orada görürsüz və bu rənglərdən özümüzə bir gradient yaradacağıq. Deməli uşaqlar, buradan gradientə klik eləyirik və açırıq. Birinci hissəyə gəlirik, bu açıq rəng yerləşdiririk. Bir dəfə boş hissəyə klik edirik və ikinci hissəyə gəlirik. Bu iPhone-un rəngindəki olan rəngi seçirik və üçüncü hissə isə gəlib buradan qaranı seçirik. İndi burada rənglərimiz tam oturmayıb. Burada ağ hissəyə gəlirik və 100 edirik. Bu şəkildə gradientimizi qururuq. Uşaqlar, tərsinədir də, qara yuxarıdadır, əslində qara aşağıda olmalıdır və reverse edirik. Bunu fırladırıq tərsinə. Daha sonra isə bir dəfə klik edirik və burada new var. New-a klik edirik. Vəsə, gradientimiz bura düşdü. OK edirik, OK edirik və buradan gradientimizi silirik. Backgroundumuzu seçirik və G hərfinə bir dəfə klik edirik və sağ altdan yuxarı doğru bir dənə belə gradient yaratmağı düşünürəm. Gəlin baxaq görək gözəl şəkildə necə yarada bilərik. Görürsüz ki, burada artıq belə deyək də telefonumuzun rəngi ilə bir yerdə bu harmanlanıb. Ona görə də ümumiyyətlə postları düzəldəndə məhsulun rənglərindən də istifadə edə bilərsiniz. Pro Max. Tamamdır. iPhone 17 Pro Max yazısını yazdıq və biraz bunu yaxınlaşdırıram. Tamamdır. Və iPhone yazımızı da biraz böyüdürəm. Gözəl. Burada da boşluq qalıb. Tamam, gözəl. Tamamdır. OK, bura qədər əladır hər şey. Uzaqlaşdırdıq. İndi bunu iPhone-la eyni hündürlükdə eləyə bilərik. Əslində eləməyə də bilərik. Çünki dizaynımızda digər nüanslar da var. Onlara da baxacağıq sizlə bir yerdə. Gəlin buradan bunu ilk öncə regulara çəkək, görək necə görsənir. Yaxşı görsənməyəcək. Gəlin 17 Pro Max-ı regulara çəkək. Görün necə görsənir. Hə, indi daha yaxşıdır məncə. İndi daha gözəl görsənir. Gəlin buradan bir dənə özümüzə gözəl şəkildə bir rectangle açaq. Tamamdır. Rectangle-ımızı açdıq və kənarlarını dairələşdiririk. Kənarları dairə eləmək daha gözəl nəticə verir bizə. Stroke-u yığışdıraq. Gəlin buradan rectangle-ımızı ağ rəngdə eləyək. Bir dəfə klik edirəm rectangle-ın üzərinə və buradan açıram effects panelindən bevel işləmi uyğulayıram buna. Biraz size-ını ya da ki inner bevel-də qalsın. Tamam, gözəl. Yumuşaqlığını biraz sərtləşdir ya da elə birə çəkirəm. Bunu da belə bir qalsın qoy. Dip dərinliyini 136-da saxlayım. İndi gəlirəm buradan fill hissəsindən. Fill-i azaldıram. Glass effekt yarada bilirik uşaqlar. Gəlin bir dənəsini də yanına kopyalayaq. Bunu da biraz yuxarı qaldırıram. OK-dir. Baxın, belə bir deyim ki, belə bir dizayn tərzində bir şey yaratdıq 2 dəqiqə özümüz üçün. İnşallah burada əslində məqsəd sizə postu necə düzəldə bilərik də mövzu odur. Yəni burada oturub bombastik bir tasarım eləyə bilərəm sizin üçün, amma ki bizə hal-hazırda mövzu bu postu necə daha yaxşı düzəldə bilərik, nələrə diqqət eləyə bilərik, odur mövzumuz. Bir dənə burada bateriya ikonu vermişəm sizlərə. Bateriya ikonumuzu gəlin bu hissəyə yerləşdirək və ağ eləyək. Tamam, bateriyamızı yerləşdirdik. Daha sonra bir dənə foto ikonu vermişəm sizə. Kamera ikonu deyə, foto ikonu nəsə də bunlardan bir şey. Və bunu da ağ rəngdə eləyək. Baxaq bir də ümumi olaraq. Ümumi olaraq qəşəng görsənir. Rənglər falan hamısı bir-birini takib eləyir. Bunu ortalayıb biraz balacalaşdıraq. Tamam, baxın görün necə görsənir. Baxın, hə, vəsə, əla. Gözəl nəticə əldə elədik uşaqlar. İndi bu hissələri doldura bilərsiniz. Gəlin biz bura dolduraq. Yazıları yazacağıq. Bu yazılar da artıq bu göstəricilərdir ki, nə göstəriciləri var və bunu da gəlirik bu qaydada ortalayırıq və bunu da bura belə yerləşdiririk. Gəlin indi baxaq. Buna nəzərən gəlirik bunu. Ümumiyyətlə buradan selection'a klik edirik bir dəfə. Yazını seçirəm. Shift-ə basıb tutub arxadakı rectangle seçirəm. Bir dəfə də rectangle seçib ortalayıram. Tamam. Gözəl nəticə. Bunu da elə eyni qaydada yazıya ortalayıram. Baxın bir dənə
Tamam, əla. Gəlib buradan yazımızı götürürəm. Yüksək keyfiyyətli şəkillər götürək. Yüksək keyfiyyətli şəkillər. Gəlin bunu 3 hissəyə bölək. Çünki bilirsiniz ki, belə deyim də sizə. Çünki burada yazıb çoxdur və frame-dən çölə çıxmasın deyə ona görə belə eləyirəm. Okay, out on da eləyək bunu. Və buradan da connect hissəsinə gəlirik. Wi-Fi hissəsinə, bağlantı hissəsinə və 5G bağlantı deyək. Ya da ki, elə ortalayaq, qoy belə. Yazılar ortalama şəklində qalsın. İndi bax fikir verdiniz ki, burada çox belə boşluqlar qaldı da. Bu boşluqları əlimizlə manual şəkildə belə bu qaydada balacalaşdıra bilərik uşaqlar. Ümumiyyətlə bunları böyüdəndən sonra hamısını Ctrl G elib qruplayıram və gəlirəm buradan səhifəmizə ortalayıram. Bir dənə baxaq. Gözəl şəkildə hamısı ortalanıb. İndi bizim mövzumuz burada nədir uşaqlar? iPhone 17 Pro Max yazısını biraz aşağı endirirəm. Yəni ki, burada görürsünüz xəttdən kənara çıxmaq olmaz. Tamam. Postumuz ümumiyyətlə məhsul tanıtımı üçün gözəl, belə deyək də, belə səliqəli, gözəl şəkildə nəticə verir məhsul tanıtımı üçün. Gəldik, tamam. Seçdik buradan iPhone-umuzu və iPhone-un üstünə bir dənə layer açıram və buradan bu belə deyək də açıq rəngimizi seçirəm və biraz kənarlara bunu verirəm. Tamam. Gəlirik bu hissədən blending mode hissəsindən və bunu belə deyək də yedizdirmək lazımdır ki, background-a ki, güya background-dan çıxıb da bilinməsin PNG qoymuşuq. Bax postun artıq üzərinə bu belə deyək də yedizdirilmiş kimi görsəndir. İndi digər hissəmiz isə nədir? Digər hissəmiz iPhone-un arxa hissəsinə biraz işıq verməkdir. Ona görə yenə həminki bu açıq rəngdən istifadə edib biraz bura damcı rənglərinlə oynayaq, görək hansı daha uyğun gələ bilər bizə. Tamamdır uşaqlar. Baxın hue hissəsindən də seçdik və fikir verirsiniz ki, artıq gözəl şəkildə nəticə burada ala bilirik. Uşaqlar, sadəcə bunu biraz balacalaşdırdıq deyə burada fikir verirsiniz, bu hissələr çox qalın qalıb. Down eləsək nə olar? Down. Yox, down da qalmasın. Up da qalsın. Smooth, hard, maybe. Gözə baxaq. Görək hardda necə görsənir. Baxın. Vəsə, hardda əla görsənir. İndi alta basılı tuturam, effekti sürüşdürürəm bir-bir üstlərinə ki, bütün hamısına bir-bir getsin. Tamam. Baxaq ümumi olaraq uşaqlar, postumuz artıq çox soft, çox gözəl nəticə verən bir post oldu. İndi biz burada nə işləmi uyğulayacağıq. İndi Ctrl Shift Alt Y eləyirəm. Postumuz şəkil kimi oldu artıq. Sonra buna bir dəfə klik edirəm, gəlirəm filter və buradan gəlirəm Camera Raw filterə. Camera Raw filter hissəsində ümumiyyətlə postumuzun son toxunuşlarını, əlavə işıqlardır, rənglərdir, kontrastlardır 10 verəcək. Exposure dəyərindən biraz sağ hissədən işıqlıqları artırmaq istəyirəm. İşıqları artırdıq. Daha sonra isə biraz kontrast verirəm və daha dolğun istəyirəm olsun hər şey. Highlights hissəsi var. Yenə bu işıqla dayanılı bir şeydir. Kölgələrdir. Ümumiyyətlə kölgələri çox oynatmaq istəmirəm. Sıfırda qalacaq hətta. Qaralıq itəcək orada. Whiteness yenə burada white ağlıqdır. Black də yenə qaralıqdır. Shadow əslində kölgələrdir. Kölgə də qaralı olsa yenə qaralarla oynayırsan da. Tamam, budur texture. Ümumiyyətlə texture belə deyək də keyfiyyətini artırır. Texture daha dəqiq eləyir. Prosta çox oynamayın teksturla. Və burada effekt hissəsindən vignetting var. Bu vignette effekt deyir türklər buna. Biraz vignette effekt, yəni kənarlara qaralıq verirəm və OK-yə klik edirəm. Vəsə, artıq siz gördünüz ki, gözəl şəkildə, tez bir şəkildə postumuz səliqəli və oxunaqlı şəkildə, minimalist şəkildə ortaya çıxdı. Mənə bu qədər uşaqlar. Əgər videomuzu bəyəndinizsə kanala abunə olmağı unutmayın. Bu arada məndən onlayn dərs almaq istəyirsinizsə qrafik dizaynla bağlı mənə istənilən platformadan yaza bilərsiniz. Özünüzə yaxşı baxın, sevirəm sizləri. Sağ olun bebəklər.